istəyərdim, məsələn, evimiz olsun, usulda oturum, usulda kitablarımı düzgün, dərslərimi hazırlayım, gəlin məktəbə. Burada qaranlıqda otururam, uzanıram ya da dizimin üstündə yazıram. Usul yoxdur, yaza bilmirəm. Yayda elə ilan o oğlanı da çaldı. Bax, burada sizin dayandığın yerdə. İlan içəri girir, oradan ilan içəri girərdə görürsün nə vəziyyətdə diyorum. Bizim yaşadığımız da budur. Böyle pis çıxmasın, hamımız da buradır. Burada Mən Hüseynova Nəzrin Mövsüm qızı. Miki kəndi, Astara rayon Miki kəndində yaşayıram. Mən də istəyirəm evim olsun, məktəbə gedirəm. Bax, dərslərini necə hazırlayırsan? Bax, belə şəraitdə çətin deyil ki, sən dərslərini hazırlamaq. Necə hazırlayırsan? Mən çətindir, mən də istəyərdim, məsələn, evimiz olsun, usulda oturum, usulda kitablarımı düzgün, dərslərimi hazırlayım, gəlin məktəbə. Hazırda necə hazırlayırsan? Bax. Mən burada qaranlıqda otururam, uzanıram ya da dizimin üstündə yazıram. Usul yoxdur, yaza bilmirəm. Güclə yəni yazıram, yəni gedirəm məktəbə. Hüseynova İlhamə Süleyman qızı. Astara rayon Miki kəndində yaşayıram. Hal-hazırda çadırda yaşayırıq. Artıq 3 il tamam oldu, 4-cü ildəyik. Gördüyünüz soba da burada qoymuşam. Udun yoxdur, udun zad yoxdur. Palatka cırıq-cırıqdır. Yağış yağanda hamısı içəri tökülür. Bu nə qədər burada əşya varsa hamısı bizim Miki kənd sakinləri verir. Çox sağ olsunlar. Amma burada su hamısı üstünə tökülür. Qab qoymuşdum. Dediyiniz o əşyaları hardan almışsınız? Kim verib onları sizə? Bunu mənim Miki cəmaatım verir, sakinləri verib. Evim yandığına görə hamısı, pal-paltarım, nə varsa hamısı yanıb kül oldu. Sadəcə bunları bizim kənd sakinləri hamısı veriblər. Burada mənim ki bir çöp də yoxdur. Bax, qış soyuq aylarında, artıq payız ayıdır, qışa keçiddir. Necə olur övladlarınızla, az yaşlı övladlarınızla, necə qış? Çox barbad vəziyyətdə, pek səhərə kimi ocaq qalamalıyıq. Onun içində udun olmasa, necə ki qafadan ağzını açırsan buxur çıxır, adamın ağzında elə buxur çıxır. Hamısı sökülüb. Oradan qab qoyuruq ta ora kimi, mümkün deyil. İndi qışdır, burada da soba, üzr istəyirəm, hamam da burada, qonaq da burada, yatmaq da burada, mənim, necə deyim, kuknam da burada, hər şey bunun içində. Hər şey bunun içində, gəl indi döz. Artıq indi 3 uşağım var, uşaqlar xəstədir, yoldaşım özü şəkər xəstəsidir. Uşağın böyük oğlum indi əskərə gedir. Bax, bu vəziyyətdə, bu çadırda mən onu göndərirəm əskərliyə. Amma soruşmayacaq, sən nə vermirsən, necə onu böyütmürsən? Mən də istəyirəm ki, sağlam bir əskər vətənə göndərim, xidmətə göndərim. Amma ora gəlsə, ayağı da şikəsdir, tutulur, açılmır. Kənd sakinlərdən. Bəli, bəli. Soyuqda olub. Azacıq vardır. O, necə deyim, ayağı qıcılır, açılmır. Bir şey, bizə dedilər ki, MNT-yə gedin. Bizimcə gücümüz çatmadı, 150 manat MNT-yə verək. Ona görə heç yerə apara bilməmişik. Əgər pulum olsa, apara bilərəm. Pulum yoxdur, apara bilmirəm. O vəziyyətdə əskər göndərirəm. Vətənə burcudur, xidmətidir, qoy getsin. Yayda mümkün deyil burada oturmaq, isti olur. Yayda elə ilan o oğlanı da çaldı. Bax, burada sizin dayandığın yerdə. İlan içəri, hamısı da gördü. Onu Astaraya da apardı, Lənkərana da apardı, ona skura gəldi, apardı, zərda vurdular. Hamısı qeydiyyatda da var. İlan içəri girir, oradan ilan içəri girərdə görürsün nə vəziyyətdə deyir. Bizim vəziyyətimiz buzdur, çox pisdir bizim vəziyyətimiz. İsmailov, Astara rayonu Miki kəndi. Bizim evimiz 2019-cu ildə yanvarın 17-sində yanıb. 7-si yanıb. Biz evdə olmamışıq. Uşaq məktəbdə olub, biz də evdə olmamışıq. Elə sizin kimi
Başqa adamların kimi həyətində günü 10 manata, 5 manata, nə qədər olur onu ailəmizi saxlayırdı. Evdə olmamışıq. Gəldim, evə gələn kimi gördüm ki, ev tam vəziyyətdə. Qonşu zəng elədi mənə ki, eviniz yanır. Gəldim, tam vəziyyətdə. Fövqəladə Hallar Nazirliyindən bizə gəldi. Yanğın söndürən gəlib 2 dənə. Gəlib söndürdülər. Söndürülmüşdür ki, gəldi vəziyyətə gəldi. Gəldilər bura, söndürüb. Biz hardasa yağış, onun sabahsı yağış başladı. Ondan sonra da hardasa bir ay keçdi. Bir həftə keçəndən sonra bu palatka fövqəladə verilib bizə. Söndürücü ilə keçəcək. Biz palatkada yaşayırıq qardaş. Necə keçirirsiniz qış aylarında? Qış aylarında anamgildə qalınan vaxtlar olur. Anamgildə tam vəziyyətdə, çökük vəziyyətdədir. Su üstümüzə yağır. Bizim yaşadığımız da budur. Böyle pis çıxmasın, hamımız da buradır. Yəni burada çəkə bilirsiniz, həyatda da işlərdir. Yəni ki, burada qaldığımız budur. Uşaq da ayın biri əskər gedir, yanvarın biri əskər gedir. Biz burada yəni ki 4 il keçəcək, 3 ildir yaşayırıq burada. Biz elə bu vəziyyətdə qalmışıq. Bizi nə haçanda icra nümayəndəsinə zəng eləmişik, icra başına zəng eləmişik, xəbərimiz çatıb 12 metr kolonka bunun altını 4-dədir bu. Altını 4-də verdi, 12 metr kolonka verib üstümüzə sərib çıxıb gedirlər buradan. Başqa heç bir Evin təmiri ilə bağlı heç bir köməklik olunmuyor qardaş. Bu göz qabağındadır. Hazırda necədir? Bax. Hazırda budur. Ailə necə keçirirsiniz? 2 oğuldur, 1 qızdır. Biz belə yaşayırıq. Heç vəziyyətimiz, özüm də şəkər xəstəsiyəm. Bizim nəsillikcə var ki, şəkər xəstəsi olub, bu 4 ilcə şəkər də tapmışam mən. İndi mən nə qayırım? Dərmana verim, iynəyə verim, uşaq yola salım, toya gedim. Başqasının paltarıdır qardaş əynimdə. Bu başqasının paltarıdır. O tübədir yanımda. And içə bilərəm var. Mən bugünə kimi 8.000 nə qədər mənim borcum var şirkətə. O evi orada hələ 2 dənə qapı qurmuşam, içini də çəkdirərsiniz. Heç nə yoxdur. Hələ yaşamaq budur. Ev tikmək Qışdır. üçün kənd sakinləri kömək eləyir. Kömək eləyib 2000. O dəftər də var, qardaşıma heç kimdə girmir. 5 manat, 10 manat, 20 manat. İcra nümayəndəsi özü də verib, 20 manat o da verib. Bələdə də verib. Demirəm. 2900 manat pul yığılıb ərsəyə gətirdim. Odur, özümdə 8000 xərc çəkmişəm. Amma hələ yaşaya bilmirsiniz. Yox, ora girmə. İndi çəkiliş aparacaqsınız, görərsiniz onun içi nədir. Nə gündədir? Oraya çəkilir. Uşaq burada yaşamaqdadır. Qış, qar, 4 ildir ki, qışda indi gələcək. İndi qış gəlir. Onun çəkilişdə burada yaşamaq olar. Sudakı içəriyə nə var içində? Bax, hamısı içəriyə tökülür. Burada qeyri-mümkündür yaşamaq. İndi Allah iraq eləsin, birinə bir şillə vuranda gəlib nasibə tuturlar, aparıb öz yeri işini görürlər. Qanun çərçivəsində işimi gördə qardaş, nə istəyirəm səndən? Gedirəm, qardaş, mənə deyir ki, yo, ailəmi apardım yanına, düz böyle deyirəm, kimin yanında? Yoldaşım getdi, başçının yanında, dedi ki, çıx get buradan, nə edirsən get elə. Bunu mən deyirəm Möhsüm. Mənim yoldaşıma dedi. İcra nümayəndəsinin yanına göndərdi başqasının həyətinə. Adını çəkmirəm o adamın. Göndərdi onun yoldaşına da getdi, onda pul var, get al ondan. Bu bizim işimiz budur.